Və sonda Azərbaycan palçıq vulkanları və nadir təbii strukturları ilə dünyada seçilir. Burada həm təbii, həm də mədəni irs turistlər üçün böyük maraq doğurur. Ərazidəki muzeylər və qorunan sahələr ziyarətçilərə unikal təcrübə təqdim edir. Bu unikal landşaftlar hər il minlərlə insanı ölkəmizə cəlb edir. Dünyada qeydə alınmış 2000-dən çox palçıq vulkanından 800-də yaxını məhz Azərbaycandadır. Onlardan 400-ə qədəri aktivdir. Bir hissəsi quru ərazidə, digərləri isə Xəzər dənizinin dərinliklərindədir. Əsas vulkan zonaları Abşeron, Salyan və Xəzər dənizinin alt qatlarını əhatə edir. Bu ərazidə yerləşən vulkanlar Qrifon ailəsinə aid olan sopka tipli vulkanlardır. Qrifonun məhz özü isə mənim arxamda olan vulkandır. Görürsünüz, onun hətta palçığı ağır tərkibli palçıqdır. Hər bir vulkan özünə malik bir strukturu var. Yəni bu struktura nə daxildir? 100-ə yaxın mikroelement və 30-a yaxın mineral. Heç biri də strukturuna uyğun bir-birinə oxşamır. Bu ərazinin unikallığı ondadır ki, burada morfologiyasına və görünüşünə görə fərqlənən müxtəlif vulkan növləri bir aradadır. Ən önəmlisi isə burada dünyanın ən böyük palçıq vulkanı olan Torağaya mənzərə açılır. Dünyanın həm ən böyük, həm də ki, ən aktiv vulkan olan Torağayın hündürlüyü 400 metr, eni isə 150 metrdir. Palçıq vulkanlarının püskürmələri adətən təhlükəsiz olur. Buradan çıxan palçıq isə sənayenin müxtəlif sahələrində istifadə edilir. Strukturunda neft olduğuna görə biz bu strukturu əvvəlcə müayinə etməliyik. Bu insan səhhətinə zərər verir, yoxsa yox. Amma içinə girdiyi zaman o tamamilə düzgün deyil. Çünki vulkanın bir saniyəsi var ki, o soğurub içinə apara bilər. Ərazini fərqləndirən cəhətlərdən biri də neft tipli palçıq vulkanlarının mövcudluğudur. Buna dünyada ən çox Azərbaycanda rast gəlinir. Ərazi uzun illər neft hasilatı üçün istifadə edilsə də, indi sırf turizm məqsədi ilə qorunur və inkişaf etdirilir. Unikal təbiət hadisəsi yerli insanlarla yanaşı əcnəbi qonaqların da diqqətini cəlb edir. Mən İtaliyadanam, landşaft memarıyam və ilk dəfədə Azərbaycandayam. Məni bu ərazi çox təsirləndirdi. Heç vaxt palçıq vulkanını görməmişəm. Biz başqa tip vulkanlara öyrəşmişik. Bu möhtəşəmdir. Biz belə bir şeyi ilk dəfədir görürük. Heç vaxt bu cür vulkan görməmişdik. Bu mənzərəni ilk dəfə izləməyimizdir və burada olmaq möhtəşəm bir hissdir. Ərazidə yerləşən Təbiət Tarixi Muzeyi də turistlərin əsas dayanacaqlarından biridir. Burada 97 orijinal skelet nümayiş etdirilir. Muzeydəki eksponatların 80%-i Azərbaycan faunasından, 20%-i xarici ölkələrdən gətiriləndir. Muzeyin ən qədim eksponatı sayılan Binəqədi gərgədanı 1938-ci ildə Binəqədi ərazisində Qırgöl ətrafında tapılıb, indiki gərgədanların əcdadı sayılır. Muzeydə həmçinin 1970-ci illərin məşhur şirinin də eksponatı yer alır. Dünyanın ən məşhur şirlərindən sayılan bu şir Bədəlovlar ailəsinə məxsus idi. 1970-ci ildə 3 fərqli filmdə oynayan şir Azərbaycanlıların böyük marağına səbəb olmuşdu. Bu cür qoruqma muzeylərə maraq ildən ilə artır. 2025-ci ilin 9 ay ərzində onları 700 mindən çox insan ziyarət edib. Biz 2025-ci ilin ilk 3 rübünə 9 ayına biz baxsaq, Dövlət Turizm Agentliyinin tabeliyində olan qoruqları 706 min turist bilet alaraq ziyarət etmişdir. Bu turistlərin 547 min nəfəri, ümumilikdə 77%-i xaricilər olmuşdur. Digər hissəsi yerlilər olmuşdur. Gəlirlərdə ötən illə müqayisədə də biz təqribən 10% artımın şahidi oluruq. 4,8 milyondan çox vəsait əldə edilmişdir. Qeyd edək ki, göstərilən müddət çərçivəsində qoruqlar və mədəniyyət müəssisələrini ziyarət edənlərin 77%-dən çoxunu xarici vətəndaşlar təşkil edir ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 10%-dən çoxdur. Türkiyə Əlisoy, Sərxan Daşdəmirov, İTV Xəbər. Belə hörmətli tamaşaçılar, bizim birgə çatdıracağımız